Uzun müddət ki, gözlənilən o xoş xəbərlər gəldi, həm də ard-arda. Bəli, 5 fevral tarixli və gündəm xəbərinin efirində bir məlumatı diqqətinizə çatdıracağıq Qafqaz İnfoya istinadən. Belə ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən hərbi prosesində təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Arayik Karutunyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxslərin ömürlük azadlıqdan məhrum edilməsini qeyd eləyək ki, təklif eləmişdi. Bundan əlavə, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq və terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilib və qeyd eləyək ki, Arayik Karutunyandan ziyadə Levon Mnatsakanyan və David Manukyan, David İşxanyan və David Babayan da qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Arkadiy Kugasyan və Bakko Sahakyan da verilmiş ittihamlarda təqsirli bilinib və hər ikisi 20 il müddətinə ayrı-ayrılıqda azadlıqdan məhrum etməklə cəzalandırılıb.